əgər torpaqların işğalından söhbət gedirsə, növbəti dəfə yada salındı ki, Əbülfəz İlkibey hakimiyyət dönəmində yalnız Kəlbəcər işğal olunubdur və Elçibey hakimiyyəti olaraq rəhmətli Əbülfəz bəy də bu hakimiyyətin təmsilçiləri olaraq bizlər də hər zaman bunu etiraf eləmişik ki, bizim hakimiyyət dönəmində Kəlbəcər işğal olunubdur və biz buna görə siyasi məsuliyyət daşıyırıq. Bunu hər zaman demişik. Amma eyni zamanda Elçibey hakimiyyət dövründə, bizim hakimiyyətimiz dönəmində işğal olmuş torpaqların önəmli bir hissəsi işğaldan azad edilmişdir. Bizim qoşunlarımız, qəhrəman əskər və zabitlərimiz Şuşanın, Laçının bir addımlığına gəlib çıxmışdılar. Və yenə təkrar edirəm ki, işğal olmuş torpaqların böyük hissəsini biz işğaldan azad edə bilmişdik. Torpaqların işğal olunması isə əksər hissələri ya Elçibey hakimiyyətindən əvvələ aiddir, ya da Elçibey hakimiyyətindən sonraya aiddir. Yəni, sonraki dövrdə bəllidir ki, Heydər Əliyev dönəmi idi. Və əslində qalsa, ən çox torpaq da həmin dönəmdə, Heydər Əliyev dönəmində işğal olunubdur. Biz torpağımızın hər bir qarışını müqəddəs sayırıq. Və bu torpaqların kimin hakimiyyət dönəmində işğal olunmasının prinsip etibarindən böyük bir fərqi yoxdur. Bu, bizim torpaqlardır. İşğal olunmuşdur. İndi önəmli bir hissəsinin qəhrəman əskər və zabitlərimiz 44 günlük savaşda işğaldan azad edildilər Şuşa başda olmaqla. Amma əgər hakimiyyət hər dəfə Elçibey hakimiyyətə qarşı bu yalanları təkrar edirsə, bu gerçəkləri də biz söyləmək məcburiyyətindəyik. Özdə gənc nəsil bəlkə də birinci Qarabağ savaşı deyəndə yalnız Elçibey hakimiyyət dönəmini görür. 92-93-cü illər dönəmi, 92-nin daha doğrusu hesab edək ki, 18 mayından 93-ün 15 iyun götürə bilərik, yaxud 24 iyun götürə bilərik. Heydər Əliyev bütün məsuliyyəti özlərini aldıqdan sonra və bütün hakimiyyəti öz əlinə keçirdikdən sonra görülür. Həmin dövr Elçibey dönəmi kimi qiymətləndirilə bilər. Ancaq birinci Qarabağ savaşının başlanmasını biz 91-ci ildə müstəqillik dönəmindən hesab etsək, bu Əliyev və Ayaz Mütəllibov dönəmi olubdur və Elçibey hakimiyyətindən sonra isə Heydər Əliyev hakimiyyətə gələndən sonra da birinci Qarabağ savaşı davam edibdir. Və o dediyimiz əksər torpaqların Heydər Əliyev dönəmində işğal olunduğu ki deyirik, o dönəm davam edibdir və o dönəm 94-cü ilin mayında Bişkek protokolu ateşkəs haqqında imzalanana qədər birinci Qarabağ savaşı davam edibdir və birinci Qarabağ savaşı da yalnız Elçibey dönəminə aid deyil.